Salam qızlar, necəsiz? Sizi yeni bir videomdan salamlayıram. Bu bir neçə günün videosudur. Bir neçə videoda yığışıb. Dedim bir çəkim sizlərlə də paylaşım. Yəni səsimi yazdırım. Düzdür, bundan qabaq bir neçə video paylaşmışam. Yarı oğlumun ad günündən qalan videolar, yarı Trend Yol, yarı Temudan olan videolardır. Yığışıb. Dedim səsimi yazdırım. Sizlərlə də paylaşım. Trend yoldan belə Trend yoldan yox, yəni yanıldım. Üzr istəyirəm. Temudan belə bir şotka vurmuşam. Yəni çox keyfiyyətsiz gəldi qızlar. Çox yəni yararsız bir şotkudur. Hamam üçün almışdım. Əslində şəkildə gördü, yəni başqası idi. Bu mənə göndərilən şotku ucuz variantı idi. Onu mən seçmədim. 1-2 manat bu ondan o bahaydı. Onu seçmişdim. Çünki bunu rəylərdə yaxşı yazmamışlar. Amma göndərməyinə bunu göndəriblər. Mən də yəni bəyənmədim. Geri qaytarma edəcəm. Çox da belə deyim, həm şotkası nazikdir, yəni tutulacağı, həm də ki gödəkdir. Ona görə də xoşuma gəlmədi. Elə düzdür, şotka sərtdir, amma belə deyim, keyfiyyətsizdir. Mən məsləhət görməzdim. Əgər yəni bir fikir olaraq demək istəyirdim ki, yəni yaxşı deyil. Almaq istəyənləriniz varsa da məsləhət görməzdim. Yəni orada görünüşü başqa cürə görsənir, amma gələndə bir başqa cürə olur, keyfiyyətsizdir. 24 ədəd belə yeni il üçün qaşıq, bıçaq, çəngəl dəstini, yəni qaşıq ən çox da buna qaşıq, çəngəl belə qoymaq üçün almışdım. Mənim süfrəm qırmızı rəng olduğu üçün yaşıl rəng vurmuşdum. Sadəcə 24 dənəli idi deyən belə götürmüşəm. Yarısını özümə, yarısını da qız istəmişdi, ona götürmüşəm. Mən yaşıllı götürəcəm, qız isə yəni qırmızısını götürəcək, amma qaytarmayacam. Ucuz bir şeydir. 3 manat neçə qəpiyə almışdım. Amma yəni keyfiyyətsizdir, almağa dəyməz. Bu isə belə bir qara çantadır. Keçən dəfə yoldaşıma götürdüyüm çantadan yenə bir çanta götürdük. Bu çantanı oğlum üçün götürmüşəm. Düzdür, bunun cibləri daha çoxdur. Keyfiyyətində olmağına keyfiyyətlidir, yaxşıdır, xoşumuza gəldi. Ona görə də döndüm, yenidən birini oğlum üçün sifariş verdim. Bu isə bir dondur. Mənim o qədər xoşuma gəlmədi. Yəni material cəhətdən görünüşü yaxşıdır, amma materialı mənə o qədər xoş gəlmədi. Bunu da yəni özüm üçün vurmamışam. Başqa adam üçün vurmuşam. Belə əgər xoşu gələrsə də götürər, xoşu gəlməzsə də geri qaytarma edərik. Yəni pulunu Temu, yəni kartımıza köçürdər. Elə getmişkən dedim, yəni kuxnamdakı süfrəm, yəni süfrəm deməzdim, klyonkam, bilmirəm, bıçaq izləri düşüb, ya mən etmişəm, ya uşaqlar edib, o da o belə xoşa gəlməz, qara bir ləkəsi görsənir, onu da mən sevmirəm. Ona görə dedim, belə bir süfrə alım, yəni klyonka süfrədir, maloçun rəngdir. Buradan biraz rəngi tünd görsənir, amma belə deyil. Bir də Trend Yoldan 2 ədəd ətir vurmuşam. Endirimdə idi qızlar. İyisi xoşuma gəldi. Razıyam. Bargero duxudur. Amma qalıcılığını deyilənə görə deyirlər o qədər qalıcılığı yoxdur. Amma işlətdikcə növbəti videolarımda sizə yəni qalıcılığını sizlərlə bölüşərəm. Belə iyisi gözəldir, superdir, xoşuma gəldi, amma qalıcılığını yenə deyirəm, deyilənə görə yaxşı deyil. İndi bilmirəm. İşlətdikcə bilərəm, sizə növbəti videolarımda paylaşaram. Endirimdə idi. Bu aralar Trend Yolda yaxşı endirimlər var. Ona görə də elə yararlanmaq istəyənlər endirimlərdən yararlana bilərlər. İstər yəni qazan olsun, istər ətirlər olsun. Yəni Trend Yolda yəni bildiyimiz kimi yəni hər bir şey var. İstədiyimiz endirimlərdən yəni istədiklərimizi endirimlərdən yararlanıb ala bilərik.
Bir də sizlərə onu demək istəyərəm ki, hansısa bir, yəni Trendyoldan vurduğunuz yaxşı qalıcı ətirlər varsa da, yorumlarda fikirlərinizi gözləyirəm. Mənə bir fikir olaraq, yəni məlumat vermənizi, istəyərdim ki, hansı, yəni ətirlər daha, yəni qalıcı, daha gözəl ətirləri var. Mən əvvəllər şirin ətirləri daha çox sevirdim, amma elə bil ki, şirin ətirlərdən elə bir yoruldum qızlar. Ona görə də biraz sərin ətirlər istəyirəm. İndi isə yəni oğlumun ad günündən olan bir qısa da olsa bir video var. Onu istədim elə bu videonun arxasına qoşam, yəni paylaşam. Mən bilincikləri əvvəlcə bilincikləri edəcəm, sonra isə siqara börəyini qızardacam qızlar. Yəni belə deyim, mən əlimin altında hazır olmaqdan ötəri hazırlayıb soyuducuya atmışdım. Bilincikləri də, siqara börəyini də hazırlayıb atmışdım. Çox rahat olur, pratik olur qızlar. Siz də istəsəniz edə bilərsiniz. Yəni onsuz da bu dəqiqə hamı edir. Yəni narahat olmayın ki, bilinciklər olsun, istər börək, yəni siqara börəyi olsun, soyuducuda quruyur, açılır. Yox. Pendiriniz yaxşı olandan sonra, yəni sulu olmayandan sonra, yaxşı olandan sonra, yəni yuxaları ıslatmır. Ondan narahat olmayın ki, yəni yuxalar ıslanacaq, dağılacaq. İstər-istəməz istilik də vuranda pendir əriyir, axır. Yox, çox gözəl olur. Yenə dediyim kimi, biraz pendir quru olanda, suyu çəkilmiş halı olanda heç bir, yəni axması, yuxa cırılması olmur. Mən hər zaman əlimin altında yəni yuxa olan kimi edirəm, soyuducuya atıram. Bizim uşaqlar bilinç ki, yox, siqara börəyini daha çox sevirlər, onu daha çox yəni yeyirlər. Yəni bilinç ki, deyərdim ki, heç illərlə, aylarla olmasa da yadlarına düşməz. Sadəcə indi mən ad günü idi deyən, ona görə istədim süfrəmdə həm siqara börəyi, həm bilinçik olsun, hər ikisindən də edim. Bir də onu deyə bilərəm ki, mən tam qırmızı qızartmıram, sevmirəm qırmızı qızartmağı. Onda süfrələrdə, yəni düzəndə belə üzəri yanıq kimi görsənir. Ona görə də qızıl rəngdə qızardıram, nə də ağ qızartmıram. İndi görərsiniz, yəni qızartdıqca görəcəksiniz ki, necə qızarır, yəni sarılığını necə qızardıram. Bir də burada lobya qoymuşam qızlar. Lobyanı da edib soyuducuya atacağam. Həm də qardalı salatı üçün hazırlamışam. Mən hər zaman belə evdə lobya, quru lobyanı alıram, özüm bişirirəm, soyuducuya atıram, əlimin altında olur. Həm salatlarda, həm yeməklərdə istifadə edirəm. Deyərsiniz ki, marketlərdə yəni hazır konservləşdirilmiş lobya olur. O bundan da dadlı olur, düzdür, dadlı olur. Amma mən yəni öz ağız dadıma görə, öz zövqümə görə mən həmişə belə edirəm. Hər zaman da, yəni tez bir zamanda soyuducudan da çıxardıb işlədirəm. Hər dəqiqə marketə yəni adam gedə bilmir, yəni çıxa bilmir evdən, amma evdə olanda, əlinin altında olanda rahat olursan. Ona görə də elə evdə hazırlayıram, atıram soyuducuya, rahat da götürürəm. Belə qızlar. Mən bu videonu çəkməyimdə hansısa bir kiməsə yəni yemək bişirməyi və yaxud da yəni bir fikir yönətmirəm. Sadəcə bir video kimi çəkdim. Mənim üçün həmişə belə videolar maraqlı olub ki, yəni belə videoları izləmək hər zaman mənim üçün maraqlıdır ki, bilmədiyimi də hardansa götürə bilərəm. Yəni ki, maraqlı olar, fikir olar. Yəni belə bir, yəni yenə deyirəm, öyrətmək kimi çəkməmişəm. Sadəcə bir video kimi çəkdim, paylaşdım. Bir də onu deyə bilərəm qızlar, bilmirəm mənim fikrimlə razısınız yoxsa narazısınız. Siz ad günləri olsun, istər bayramlar olsun, yəni evdə keçirməyi və yaxud da ki, yəni restoranlarda hazır yeməklər, yəni sifariş verməyin tərəfdarısınız yoxsa necə? Allah hər zaman qadınlarımızı var eləsin. Allah onlara qollarına qüvvət versin ki, hər zaman sevə-sevə bişirirlər, sevə-sevə süfrələrini açırlar, yəni balalarını başlarına yığırlar, otururlar. Yəni
Allah qadınlarımıza can sağlığı versin, belə deyim. Qollarına qüvvət versin ki, əziyyət də olsa o işin öhdəsindən gəlirlər. Sağ olsun bəylərimiz də, Allah onların da canını sağ etsin. Onlar işləyib, qazanıb gətirməsələr, biz xanımlar da onları bişirib, yəni süfrəyə verə bilmərik, ailəmizi süfrə başına yığa bilmərik. Allah yəni onların da canını sağ etsin ki, onlar da qazanırlar, gətirirlər. Biz də onu sevə-sevə bişiririk. Allah hər birimizin ruzunu bol etsin inşallah. Gördüyünüz kimi börəkləri də hazırladım. Yəni qızartdım. Heç bir nə dağılması, nə cırılması yoxdur qızlar. Həmən yağda etmişəm. Həmən yağ birinci götürdüm, qırağa qoydum. İndi isə börəklərimi edəcəm. Börəklərim də hazır olsun. Başlayım yeməklərə. Əsas bu qızartma işi qutarandan sonra biraz o çətindir. Yəni nə mənada çətindir? Onu tez-tez edirsən ki, tez-tez götürürsən ki, yanmasın, ötməsin. Ona görə birinci onu qabağa saldım ki, o işim bitsin, həm də ki, o soyusun ki, süfrəyə verəndə soyuq halda verək. Belə qızlar, bozartmam yağını, soğanını tökdüm. Qoydum dağ olmağa. Burada isə dolmaları qoymuşam qızlar. Bilmirəm, deyərsiniz ki, uzun sov bükmüsən, böyük bükmüsən. Mən uzun sov dolmaları sevirəm. Elə də uşaqlar yəni uzun sov bükəndə sevirlər. Həm də ki, mən bir şey deyim ki, yəni 4 gün bükə bilmirəm. Ona görə də bükməmişəm. Elə hər zaman da uzun sov bükürəm. Kənarda isə soğanları aşqara üçün soğan etmişəm. Soğanı qoydum biraz ölüşkəsin, dəsmalın arasına bükürəm. Sonra isə belə soğanları qızardıram qızılı şəkildə olanda. Bozartmanı da qoydum, yağı dağ olundu, soğan öldü, suyunu süzüb, yəni qoydum bişirməyə. Bilmirəm, bizim yəni evdə bozartma daha çox sevilir. Biz Aksafa Qazax zonası olduğumuz üçün, yəni süfrəmizin ən belə sevilə-sevilə yediyimiz bozartmadır. Deyilənə görə bu mənim əlimdən olan bozartma dadlı çıxır, amma bilmirəm nə dərəcədədir. Amma özüm bozartmanı sevmirəm qızlar. Yəni evdə uşaqlar, yoldaşım sevir, amma özüm bozartmanı sevmirəm. Aşqaranın da soğanı yəni qızılı olandı və üzərinə kənarda bişirdiyim ətləri tökürəm və lay-lay ərik qurusunu, kişmişini tökəcəm. Yəni qoyacam bamxodda bişsin. Mən şərbət vurmuram qızlar. Aranızda bilirəm ki, şərbət vuranlar da var. Yəni mən şərbət etmirəm. Bəzən görürəm ki, xurma da vuran var. Nə xurmanı, nə şərbəti sevmirəm. Yəni şirin aşqaranı sevmirəm. Ona görə də heç vaxt nə şərbət, nə xurma vurmuram. Amma şabalıtlı aşqaranı çox sevirəm. Sadəcə əlimin altında olmadığı üçün vurmadım. Olanda bəzən uzunsov qara gavalı da vururam. Amma o qədər də sevmirəm o gavalı ilə. Onda elə bil ki, aşqaranın rəngini itirir. Ona görə hər zaman sarı gavalı ilə edirəm. Onda daha gözəl görsənir. Bəzən görürəm ki, kişmişi ayrı yerdə, yəni yağda dağ edib, aşın böyründə kənarda verirlər aşqaradan yəni əlavə. Amma mən elə etmirəm. Elə aşqaranın içərisinə tökürəm, aşqara ilə birlikdə edirəm. Düzdür, bizim uşaqlar heç vaxt aşqaranı sevmirlər. Onlar aşı ya döşəməli aş sevirlər, ya da maşlı aş sevirlər. Sizlər qara göz lobyada deyirsiniz, aş. Amma bizimkilər aşda, yəni maşı daha çox sevirlər. Nəinki kişmişi. Ümumiyyətcə kişmişli aşı heç yemirlər, heç özüm də yemirəm. Ona görə də heç vaxt bişirmirəm. Amma yəni qonaq gələndə məcbur olursan ki, bəzən elə olur ki, yəni yığıncaq olsun, qonaqlıq olsun, onda bəzən tökürəm kişmiş, amma uşaqlara kənarda maşlı aş edirəm. Həmən düydən götürüb kənarda, yəni onlara maşlı edirəm. Çünki uşaqlar kişmiş olanda sevmirlər.
yığırlar boşqabın kənarına. Ona görə də mən onlara ayrı, yəni maşınla edirəm. Belə düyünü ıslağa qoymuşam. Bəzən elə olur isti su ilə də qoyuram, elə olur. Yəni yəni soyuq su ilə də qoyuram. İndi qoymuşdum ılıq su ilə biraz şişməkdən ötəri qoydum, aşı süzəcəm. Mən yağı əritmirəm qızlar. Yağ, yəni aşın üzərinə yağ əridib tökmürəm. Hər zaman qusok yağı aşın üzərinə yağı qoyuram. Gördüyünüz kimi maşı da tökürəm, arasına maş, biraz sarı kökünü edirəm. Yağı da üzərinə qoyacağam. Vamxodda dəmirin üstündə aşım dəm alsın. Vamxodda olanda dənə bir olur. Yaxşı olur qızlar. Ümumiyyətcə aşı rahat dəmləyəndə, rahat vamxodda dəmləyəndə daha yaxşı olur. Bəzən eşitmişəm ki, deyirlər ki, indiki düyülər bərk olur, yəni rezin kimi olur, ona görə yumşaq bişirilir. Amma onda da elə bir ki, necə deyim, palçıq kimi olur, onu sevmirəm. Ona görə də yəni vamxodda yavaş-yavaş dəm almağını gözləyirəm. Belə yağları da qusok kəsmişəm, arasına düzəcəm. Özü yağını ərisin, dəmini alsın, yavaş-yavaş. Sonra süfrəyə servis edərəm. Mən süfrəmi çəkməmişəm qızlar. Süfrəmi çəkməyi də o qədər də sevmirəm ki, yəni süfrəni çəkəm. Düzdür, çəkdiyim hallarda olur, amma çox çəkmirəm. Ona görə də elə bişirdim, qoydum kənara. Elə Araz marketə getmişdim qızlar. Elə Araz marketdə də endirim var idi. Ona görə də elə aldım, yararlandım endirimlərdən. Deyirsiniz ki, nə qədər bu qız salfetka alır. Bizim evdə salfetka qızlar çox istifadə olunur. Ona görə də salfetkanı çox aldım. Uşaqlar bilmirəm, salfetkanı nədənsə də çox istifadə edirlər. Bir ədəd çörək, bir də endirimdə 1 manat 75 qəpiyə İran şampunu düşmüşdü. Amma 900 ml idi. Yəni 1 litrlik deyildi. Ayın 3-nə kimi qızlar endirim var idi. Amma 3-dən sonra dedilər ki, yaxşı endirimlər olacaq. Düzdür, indi mən videonu paylaşanda 3 gün keçirmiş olacaq. Amma 3-dən sonra dedi, orada satıcı qız dedi ki, çox yaxşı endirim var. Endirimlərdən yararlana bilərsiniz. Sizlər də belə 12 dənə altılı armudu stəkan almışam. Bunu əslində türklərdə görmüşdüm. Onlar səhər kahvaltılığında istifadə edirlər. Mən də elə aldım, xoşuma gəlmişdi. Ona görə də aldım. Düzdür, kartla keçəndə endirim idi. Elə kartla da keçdim. 12 dənə aldım. Bunun alt hissəsinə istədim bir ara Trendyoldan vuram bambu taxtalar, nəlbəkilər, yəni. Amma bilmirəm, hələ vurmamışam. Burada da heç rastıma gəlməyibdi. Yəni istəyərəm ki, burada olsa buradan alaram. Əslində mən o vaxtları Trendyoldan istədim bu armudu stəkanlardan alam, amma ürək eləyə bilmədim. Dedim sınar. Ona görə də elə hər dəfə deyirdim ki, buradan alaram. Elə rastıma çıxdı, aldım. İndi bilmirəm, fikir olaraq sizlərdən fikir istəyirəm ki, bunun altına bambu atlıq alım, yoxsa belə saf şüşədən, yəni nəlbəki, düzdür, evdə rozetka idi, o rozetka yəni belə göstərdim ki, belə necə görsənir. Sadəcə bunlar rozetkadır, nəlbəki deyil. Bu ölçüdə yəni nəlbəki istəyirəm. İndi bilmirəm ki, bambu alım, yoxsa şəffaf ağ nəlbəki. Hər birinizin fikirlərinizi yorumlarda gözləyirəm. Mənə bir fikir olaraq mənə bir ideya verə bilərsiniz ki, necə hansı yaxşı görsənər, mənim üçün maraqlı olar. Belə qızlar, sağ olun, Allah amanında qalın. Növbəti videolarımda görüşənə qədər hər birinizin dəstəyinizə ehtiyacım var. Çünki siz məni videolarıma baxırsınız, siz məni qabağa çəkirsiniz. Sağ olun, Allah amanında qalın.